Salam uşaqlar, bugünkü dərsimiz kimyəvi rabitə dərsidir. Rabitə nədir? Gündəlik həyatda bilirik ki, telefon rabitə əlaqə vasitəsidir də. Məsələn, su deyək ki, yazaq, hər hansı bir başqa bir molekul yazaq, xörək suyu yazaq, fərqi yoxdur, nə istəyirik yazaq da, bu birləşmədir. Yəni molekuldur. Molekulda atomları bir-birinə bağlayan qüvvələr cəminə kimyəvi rabitə deyilir. Bir də deyirəm, molekulda atomları bir-birinə bağlayan qüvvələr cəminə kimyəvi rabitə deyilir. Kimyəvi rabitə xətlərlə göstərilir. Baxın, məsələn, bu şəkildə göstərilir. Rabitə atomlar arasında bir qat rabitə olar, iki qat rabitə ola bilər və üç qat rabitə ola bilər, dörd qat rabitə olmur. Bunlarla indi birazdan daha ətraflı izah eləyəcəm. Sadəcə bilək ki, 1 qat, 2 qat, 3 qat rabitə ola bilər. İndi siqmada pi-dir, irəliləyən dəqiqələrdə bunları deyəcəyik. Demək ki, rabitə dedik ki, xətlərlə göstərilir. İndi atomdan neçə dənə rabitə çıxa bilər? Bu rabitə həmçinin valentliyi göstərir. Yəni element neçə valentlidirsə, ondan o qədər rabitə çıxa bilər. Quruluş formulunu elə yazmalıyıq ki, həmin quruluş formulunda rabitələrin sayı elementin valentliyinə bərabər olsun. Məsələn, baxın, burada bir dənə oksigen var. Elə suyun quruluş formulunu yazaq. Suda bir dənə oksigen var. Yazıram O. Və oksigenin 2 valentli olduğunu bilirik. Baxın, 1 rabitə çıxıb, 2 rabitə çıxıb. 2 dənə də hidrogen var. Hər hidrogendən də 1 rabitə çıxmalıdır. Baxın, çıxıb rabitə nədir? Əlaqələndirici deməkdir. Bu rabitə həm bununla bunu əlaqələndirir. Yəni H2-onu mən bu şəkildə yaza bilmərəm. 2 dənə hidrogen var, 1 dənə oksigen var. Bu şəkildə yaza bilmərəm. Necə yaza bilərəm ki, hidrogen buradan 2 xətt çıxıb, hidrogen güya 2 valentlidir, oksigen güya 1 valentlidir. Belə şey ola bilməz axı. Yəni quruluş formulunu elə yazmaq lazımdır ki, atomların sayı da uyğun olmalıdır. Bir dənə oksigen olmalıdır. 2 hidrogen var, 2 dənə hidrogen olmalıdır və çıxan rabitələrin sayı elementin valentliyinə bərabər olmalıdır. Və yaxud başqa birisini yazaq. Məsələn, deyirəm ki, məsələn P2O5 və yaxud alüminium, bunu da oksidlər dərsində keçiləcək, qısaca burada da deyək. Bu birləşmədə 2 dənə fosfor var və hər fosfor 5 valentlidir. Hər fosfor 5 valentlidir. 2 fosfor çəkim. Hər fosfor 5 valentlidir. 1, 2, 3, başqa nə edə bilərəm? 4, 5. Yenə bundan 1, 2, 5 valentlidir axı. Deməli 1, 2, 3, 4, 5. Deməli fosforların hərəsindən 5 dənə valentlik çıxartdım. 5 dənə rabitə çıxarıldı. Və 5 dənə də oksigen var. Hər oksigenin də 2 valentli olduğunu bilirik. 5 dənə oksigen var. 1 oksigen, 2 oksigen, 3, 4, 5. 5 oksigen var və hər oksigendən doğrudan da 2 dənə rabitə çıxıb. Yəni bir sözlə quruluş formulunu yaz. O deməkdir ki, elə yazmalıyam ki, həm atomların sayı uyğun olsun, həm çıxan rabitələrin sayı valentliyə uyğun olsun. İndi kimyəvi rabitə haqqında qısaca hələ ki bunu dedik. Rabitə molekulda atomları bir-birinə bağlayan qüvvələr cəmidir. Xətlərlə göstərilir, elementin valentliyinə bərabərdir. Kimyəvi rabitənin bir neçə tipi var. Birinci, metal rabitəsi. Metal rabitəsi asandır. Metal rabitəsi sərbəst metallarda və metalların ərintilərində olur. Birləşmə yox ha. Metallarda və metalların ərintisində ürəyimiz istəyən 1-2-3 metal yaza bilərik də. Natrium olsun, alüminium olsun, dəmir olsun və s. Yəni metal birləşməsindən danışmırıq. Sərbəst metal görürsünüzsə, demək ki, bu metal rabitəsinə aiddir. İkinci, ikidə danışaq. Nədən danışaq? Hidrogen rabitəsini izah edeyim onda. Hidrogen rabitəsi. Hidrogen rabitəsi 3 nöqtə ilə göstərilir. 3 nöqtə ilə göstərilir. Hidrogenin NOF-la, NOF yəni azot oksigen fluorla əmələ gətirdiyi birləşmələrdə olur. Yəni hidrogen rabitəsi olan maddələri göstər, uşaq götürüb deyir NOF. NOF nədir? Hidrogenin NOF-la əmələ, azot oksigen fluorla əmələ gətirdiyi birləşmələrdə. Yəni hidrogenin azotla əmələ gətirdiyi birləşmə amoniak deyək. Hidrogenin oksigenlə əmələ gətirdiyi birləşmə su deyək. Hidrogen oksigenli birləşməsi olan H2O2 var. Hidrogenin fluorla əmələ gətirdiyi birləşmə H-fluor var. Yəni bunlarda molekulyar vəziyyətdə hidrogen rabitəsi var. Hidrogen rabitəsi bunlardan başqa
Üzüm maddələrdə, spirtlərdə, karbon turşularında, fenollarda hidrogen rabitəsi var. Karbon turşuları spirtdir, amin turşularıdır. Baxın, bunlarda hidrogen rabitəsi var. Bir də onu deyək ki, rabitələr maddələrin qaz vəziyyətlərində mövcud olmur. Çünki qaz vəziyyətlərində artıq rabitələr qırılır, molekulların aralanması baş verir. Ona görə maddələrin qaz vəziyyətində rabitəsi olmur. Molekulyar vəziyyətdə, bərkimiş halda, sıxılmış halda, molekulların yaxınlaşmış vəziyyətində rabitə olur. Onu demək istəyirəm ki, amonyak adi şəraitdə qaz halındadır. H-flor adi şəraitdə qaz halındadır. Adi şəraitdə bunlarda hidrogen rabitəsi yoxdur, qaz halında yoxdur. Amma suda, H2O-da, bəli, H2O2-də adi şəraitdə hidrogen rabitəsi var. Qazlarda adi şəraitdə yoxdur. Deyiləndə ki, adi şəraitdə hidrogen rabitəsi olan maddələr, bunları götürmürük. Amma molekulyar vəziyyətdə hidrogen rabitəsi olan maddələr, bəli, hamısını götürəcəyik. Üzüm maddələrdən də spirtlər, karbon turşuları, fenollar, amin turşularında hidrogen rabitəsi olur. Su donanda, diqqətlə fikir verin, bax, su mayedən bərk hala gələndə, donanda molekullar daha da sıxılır da, hidrogen rabitəsinin sayı artır. Amma buz əriyəndə təbii ki, molekulların biraz aralanması baş verir. Təbii ki, sudan demirik, suyun sıxlığından danışmırıq. Ümumiyyətcə, bərkdən maye gəlmə söhbətində. Su deməli, bir sözlə suyu deyək ki, su donanda hidrogen rabitəsinin sayı artır. Buz əriyəndə hidrogen rabitəsinin sayı azalır. Amma su qaza çevriləndə, qaz halına gələndə, yəni buxarlanma söhbəti olanda, bu zaman hidrogen rabitəsinin sayı yoxa çıxır. Yəni belə dedik, hidrogen rabitəsi olmur. Deməli, su donanda hidrogen rabitəsinin sayı artır, buz əriyəndə azalır, qaza çevriləndə isə hidrogen rabitəsi olmayacaq. Hidrogen rabitəsi dediyimiz kimi 3 nöqtə ilə göstərilir. 2 su molekulu arasında hidrogen rabitəsi yarana bilər. Bir su molekulunun oksigeni ilə digər su molekulunun hidrogeni arasında hidrogen rabitəsi yarana bilər. Məsələn, baxın, hidrogen rabitəsinin əmələ gəlməsini göstərək. Deyək ki, su ilə su arasında yazaq. Məsələn, oksigen, bilirik axı, oksigen 2 valentlidir. Buraya yazıram hidrogen, burada da yazaq hidrogen. Başqa bir suda yazaq da yine həmin şey. Oksigen, hidrogen, burada da hidrogen. Və yaxud burada yazaq oksigen, hidrogen, hidrogen. Baxın, 3 su molekulu çəkdim. Nə baş verir? Bunun hidrogeni ilə, bir suyun hidrogeni ilə o biri suyun hidrogeni arasında, oksigeni arasında hidrogen rabitəsi yaranır. Və yaxud bir suyun yenə hidrogeni ilə o birisinin oksigeni arasında, bu nöqtələrlə göstərilir də, belə deyək. Nöqtələrlə yazaq, hidrogen rabitəsi yaranır. Yəni, belə ki, hidrogen rabitəsinin yaranması üçün ən azından, deməli, əgər 3 dənə su molekulu varsa, 2 dənə hidrogen rabitəsi yaranar. Yəni, belə deyək də, bax, 1, 2, 3, 4, 5, 6. Ən azından 2 dənə su molekulu olmalı ki, hidrogen rabitəsi yaransın. 2 dənə su molekulu arasında 1 dənə hidrogen rabitəsi var. 3 dənə su molekulu arasında, bunda da 2 dənə hidrogen rabitəsi var. Və yaxud buna gələk. Baxın, 4 dənə su molekulu arasında, burada da 1 dənə hidrogen rabitəsi, 3 hidrogen rabitəsi olacaq. Yəni, götürülən su molekullarının sayından bir vahid az hidrogen rabitəsi olur. Yəni, hidrogen rabitəsinin yaranması üçün ən azı 2 su molekulu olmalıdır ki, bəli, bir dənə hidrogen rabitəsi yaransın. Ay Nuray, o qapını bağla da qızım, elə danqadonq. Ay Nuray. Biraz danqadonqa az elə də qızım, nə olar? İndi isə iyon rabitəsi haqqında danışaq uşaqlar. İyon rabitəsi nə deməkdir? İyon rabitəsi o deməkdir ki, birincisi iyon rabitəsinə keçməmişdən qabaq dövri qanunda belə bir şey demişdik ki, metalların elektronmənfiliyi 2 və 2-dən kiçikdir. Qeyri-metalların elektronmənfiliyi 2-dən böyükdür. Ən böyük elektronmənfilikli element flordur, 4-ə bərabərdir. Amma hidrogen, silisium, boron elektronmənfiliyi digər qeyri-metallarınkindən aşağıdır. Nə qədər aşağı olsa da metallardan aşağı deyil. Demək ki, yenə deyirəm, metalların elektronmənfiliyi 2 və 2-dən kiçik, qeyri-metallar da 2-dən böyükdür. Flor da ən böyükdür. Hidrogen, silisium, bor da digər qeyri-metalların elektronmənfiliyindən kiçikdir. İndi baxın, iyon rabitəsi nə deməkdir? Elektronmənfili bir-birindən kəskin fərqlənən atomlar arasında yaranan rabitə
iyon rabitəsi adlanır. Elektromənfili kəskin fərqlənən o deməkdir ki, o birləşmədə 2 elektronmənfiliyindən kiçik atomda olmalıdır. 2 elektronmənfiliyindən böyük atomda olmalıdır. Yəni belə çıxırmı ki, iyon rabitəsi metal və qeyri-metal atomlar arasında yaranmalıdır. Məsələn, natrium təkcə metalda yox ha. Təkcə metalda metal rabitəsi var. Metallı birləşmə deyək də, natrium xlor deyək, kalium OH deyək, nə bilim, kalsium SO4 deyək və s. Metallı birləşmə görürüksə, bu hökmən iyon rabitəsidir. Deməli, iyon rabitəsi metal və qeyri-metal atomları arasında yaranır. Yəni metal rabitəsi, yəni iyon rabitəsi müsbət və mənfi hissəciklər arasında yaranır. Bir də NH4-lü birləşmələrdə iyon rabitəsi var ha. Məsələn, NH4-də iyon rabitəsi yoxdur. NH4 məsələn xlor yazıq və ya NO3 yazaq, fərqi yoxdur. NH4-lü birləşmələrdə iyon rabitəsi var. Çünki iyon rabitəsi müsbət və mənfi arasında yaranır. Bu amonim ionunda birazdan izah eləyəcəyik. Amonim ionunda müsbət kütle olduğuna görə, təbii ki, bu müsbət olanda bu mənfi olmalıdır. Biri verəndə o birisi almalıdır. Ona görə iyon rabitəsi var. Deməli, iyon rabitəsi nə deməkdir? Elektron mənfili bir-birindən kəskin fərqlənən atomlar arasında yaranır. Yəni, metal və qeyri-metal atomlar arasında yaranır. Yəni, iyon rabitəli maddəni göstər nə deməkdir? Metallı birləşməni götürməliyik. Metalı yox, metallı birləşmə. İyon rabitəsi müsbət və mənfi arasında yaranır. Deməli, metallı birləşmələrdə iyon rabitəsi var. Bir də NH4-lü birləşmələrdə iyon rabitəsi var. NH4-də iyon rabitəsi yoxdur ha, bunda yox. NH4-lü birləşmələrdə iyon rabitəsi var. İyon rabitəsi olan maddələrin dayanıqlılığı daha çoxdur. Yəni davamlıdır belə deyək, daha davamlı maddələrdir və polyarlığı da ən çoxdur. İndi polyarlıq nə deməkdir? İrəliləyən dəqiqələrdə deyəcəyik. Bu da iyon rabitəsi haqqında. İndi biz keçək kovalent rabitə haqqında danışaq. Kovalent rabitə nə deməkdir? Kovalent rabitə odur ki, ümumi cüt hesabına, ümumi elektron cütü hesabına yaranan rabitəyə kovalent rabitə deyilir. Və bir rabitənin yaranmasında 2 elektron iştirak edir. Bir rabitənin yaranmasında 2 elektron iştirak edir. Bir də deyirəm kovalent rabitənin tərifini. Ümumi elektron cütü hesabına yaranan rabitə kovalent rabitə deyilir. Bir rabitənin yaranmasında 2 elektron iştirak edir. Kovalent rabitənin 2 tipi var. Polyar kovalent rabitə, bir də qeyri-polyar kovalent rabitə. Təriflərini deyə sonra açıq baxacağıq burada. Polyar kovalent rabitə nə deməkdir? Məsələn, yazıram HNO3, SO3, P2O5 yazım fərqi göstərəcəm. Burada yazım N2, O2, S8 və s. Deməli, polyar kovalent rabitə nə deməkdir? Burada metal yoxdur. Yalnız müxtəlif qeyri-metallar var. Yalnız müxtəlif qeyri-metaldır. Amma burada qeyri-polyarda eyni qeyri-metal atomlar arasında yaranır. Yəni polyar kovalent rabitə odur ki, fikir verin, hamısı qeyri-metaldır. Hamısının elektron mənfiliyi 2-dən böyükdür, hamısı. Yəni elektron mənfiliklər qeyri-metallarda bir-birindən azacıq fərqlənir. Biri metal, biri qeyri-metal olsa, deyirəm, kəskin fərqlənər. Elektron mənfiliyi bir-birindən azacıq fərqlənən atomlar arasında yaranan rabitəyə polyar kovalent rabitə deyilir. Bir sözlə polyar kovalent rabitə bir qeyri-metalla başqa bir qeyri-metal atomu arasında yaranır. Müxtəlif qeyri-metal atomlar arasında yaranan rabitə polyar kovalent rabitə adlanır. Amma metal və qeyri-metal arasında olsaydı o iyon rabitəsidir. Qeyri-polyar kovalent rabitə eyni qeyri-metal atomlar arasında yaranır. Yəni elektron mənfilikləri eyni olan atomlar arasında yaranır. Bir azotda elektron mənfiliyi neçədirsə, o birisi azotda da həmin şeydir də. Deməli, polyar kovalent rabitə oldu. Müxtəlif qeyri-metal atomlar arasında yaranır. Elektron mənfiliyi bir-birindən azacıq fərqlənir. Amma qeyri-polyar kovalent rabitə elektron mənfiliyi eyni olan, yəni elektron mənfiliyi bir-birindən fərqlənməyən atomlar arasında yaranan rabitə qeyri-polyar kovalent rabitə adlanır. Yəni qeyri-polyar kovalent rabitə eyni qeyri-metal atomları arasında yaranır. İndi kovalent rabitənin əmələ gəlmə mexanizminə baxaq. Məsələn, baxın, hidrogen sıra nömrə 1-dir. Dövrü qanunundan demişdik ki, xaricində bir elektron var. Kovalent rabitənin yaranmasına xarici energetik təbəqədəki elektronlar, yəni valent elektronlar iştirak edir. H2 molekulu necə əmələ gəlir? Hidrogen, üstə gəl, hidrogen,
əmələ gəlib H2 belə yazaq da 2 dənə H yanaşı. İndi nədir? Bax, hidrogenin 4 tərəfi var. 1, 2, 3, 4. Haricində 1 elektron var. Ürəyin istədiyin bu 1 elektronu ürəyin istəyən bir tərəfdən qoya bilərsən. İstəyirsən buradan qoy, fərqi yoxdur. Buna necə qoymuşamsa, buna da həmin şey qoyum. Molekul yarananda mənim məqsədim nədir? Bu təklərin cütləşib ortaya gəlməsidir. Fikir verin. Hidrogen atomu budur, hidrogen molekulu budur. Hidrogen molekulunun yaranmasında bir rabitə və 2 elektron iştirak edir. Qeyri-polyar kovalent rabitədir. Çünki eyni qeyri-metal atom arasındadır. Cümləni bir də deyirəm. Hidrogen molekulunun yaranmasında bir rabitə 2 elektron iştirak edir. Yəni biz bunu yazmadan da deyə bilərik. Yazmadan necə deyə bilərik? Məsələn, mənə deyir hidrogen molekulunda neçə rabitə, neçə elektron iştirak edir. Deyirəm hidrogen neçə valentli? Hidrogen molekulu H2-dir də. Hidrogen neçə valentlidir? Əlbəttə bilirəm ki, bir valentlidir də. Bu hidrogenlə bu hidrogen arasında bir rabitə olacaq yazmadan. Deyirəm hidrogen molekulunun yaranmasında bir rabitə və 2 elektron iştirak edir. Məsələn, biz desək hidrogen atomunda neçə tək elektron var? Molekulunda neçə tək elektron var? Atomunda görürük bir dənə tək elektron var. Molekulunda tək elektron yoxdur. Yəni bunu da yazmadan necə deyə bilərik? Hidrogen atomunda neçə tək elektron var? Hidrogenin bir valentli olduğunu bilirik. Dövrü qanunundan demişdik. Hidrogen bir valentlidirsə, o demək ki, bir tək elektron var. Hidrogen atomunda bir dənə tək elektron var. Bəs hidrogen molekulunda neçə tək elektron var? 0 tək. Molekul əmələ gələndə atomdakı təklər cütləşib mərkəzə gəlir. Yəni hidrogen molekulunun yaranmasında bir valentlidir deyə bir rabitə 2 elektron iştirak edir. Hidrogen atomunda neçə tək elektron var? Hidrogen bir valentlidir deyə bir dənə təki var. Molekulunda isə tək yoxdur. Molekulda təklər cütləşir. Gələk başqa birisinə. Məsələn, deyək, oksigen. Sıra nömrəsi 8-dir. 2, 6. Xarici təbəqəsində 6 elektron var. Yəni oksigen 6, 4 tərəfi var. 6 elektron qoymalıyıq. Yəni 2, 2, 2 qoymuruq. Növbə ilə 1, 2, 3, 4, 5, 6. Buna necə qoydumsa, bunu da həmin şey qoyacağım da. Bax, fikir verin, burası cütdür. Yanı cütdür. Burası təkdir, burası təkdir. Mənim məqsədim bilirsiniz nədir? Təkləri cütləşdirib ortaya gətirmək. Cütlərlə işim yoxdur. Cütlərim qaldı. Bu bir cüt, bu da bu cüt. Bunun da buradakı cütləri qaldı. Mənim məqsədim təkləri ortaya gətirib cütləşdirməkdir. Bir cüt, bu da ikinci cüt. Yəni, təkləri ortaya gətirdim. Elədim, bax bura, iki cüt. Oksigen molekulunun, molekul 2-dir, yaranmasında neçə rabitə, neçə elektron iştirak edir? Təbii ki, 2 rabitə və 4 elektron iştirak edir. Biz durub bunu birləşdirə bilmərik. Bunu birləşdirdim, yaxşı, bu hansı atomlar arasında rabitə yaradır? Rabitə odur ki, mərkəzdən olur da bir-birini bağlayan qüvvələr cəmidir. Yazmadan da demək olardı. Oksigen molekulunun yaranmasında neçə rabitə var? Deyirəm, oksigen O2 yazılır. Oksigen neçə valentlidir? 2 valentlidir. Bu şəkildə yazılar da 2 dənə rabitəsi var. Deməli, oksigen 2 valentlidirsə 2 dənə rabitəsi var. Yəni, oksigen molekulunun yaranmasında 2 rabitə 4 elektron iştirak edir. Oksigen atomunda neçə tək elektron var? Oksigen molekulunda neçə tək elektron var? Burada baxıb deyə bilərsə, oksigen atomunda 2 təki var. Baxmadan deyə bilərəm ki, oksigen birləşmələrdə 2 valentlidir. İstisna olduğu hallar var, yəni bugün keçəcəyik. Oksigen birləşmələrdə 2 valentlidir. Yəni, oksigen atomunda 2 tək elektron var ki, 2 valentlidir. Molekulunda tək elektron ümumiyyətcə olmur. Molekulda məqsəd təklərin cütləşməsidir. Flor, xlor, brom, yod fərqi yoxdur. Birini yazaq, hamısı eyni şeydir. 2, 7. Florun xarici energetik təbəqəsində 7 elektronu var. 1, 2, 3, 4, 5, 6, 7. Buna necə qoymuşuqsa, bu biri flora da elə yazaq. 1, buralara cütlər. Mənim cütlərlə heç bir işim yoxdur. Cütləri saxlayıram. Fikir verin, burada necədir? Üç tərəfində ancaq cütlərdir. Fikir verin, ancaq cütlərdir. Amma təklər cütləşib mərkəzə gəlir. Flor molekulunun yaranmasında ona görə də bir rabitə və 2 elektron iştirak edir. Flor deməli atomunda neçə təki var? Flor bilirik ki, bir valentlidə bir dənə tək elektron var. Flor molekulunda tək elektron yoxdur. Görürük də, atomda bir tək, molekulunda isə yoxdur. Yəni bunu yazmadan valentli ilə bağlı deyə bilərik. Bir dənə azota da baxaq uşaqlar. Bundan yekunlaşaq. Azotda deyirik ki, azot sıra nömrə 7-dir. 2, 5. Valent elektronun sayı 5 valentli olmasa da valent elektronun sayı 5-dir.
Azotda 1, 2, 3, 4, 5 üstəgəl. Təkləri belə qoydum. Bu da cüt düşdü. Cütləri yenə deyirəm işimiz yoxdur. Bu tək bir cüt yaradar. Bu tək 2 cüt yaradar. Bununla da bu təklər 3 cüt. Yəni azot molekulunun yaranmasında 3 rabitə 6 elektron iştirak eləyir. Azot molekulunun yaranması 3 rabitə 6 elektron. Belə çıxır ki, azotda 3 rabitə varsa, yəni azot neçə valentlidir? Əlbəttə ki, 3 valentlidir. Yazmadan da deyirik ki, azot 3 valentlidir. Azot molekulunun yaranmasında 3 rabitə 3 elektron iştirak eləyir. Azot atomunda 3 təki var ki, 3 valentlidir. Molekulunda isə təki yoxdur. Azot atomunda görürsünüz 3 təki var. Ona görə də 3 valentlidir. Sonra deyək ki, atomlar arasında bir də bunlar qeyri-polyar kovalent rabitədir, bayaqdan danışdığımız. Gəlin indi polyardan danışaq. Məsələn, verir ki, suda rabitə əmələ gətirən elektronlar neçə faizdir? Birincisi mən ümumi rabitə əmələ gətirən elektronlar neçə faizdir? O deməkdir ki, rabitə əmələ gətirən elektronların sayını ümumi elektronların sayına bölüb vurmalıyam 100-ə ki, riyaziyyatdır da. Bilim ki, rabitə əmələ gətirən elektronlar ümumi elektronların neçə faizini təşkil edir. Burada da ümumi elektron sayını birinci gəl tapaq. Hidrogenin sıra nömrəsi dövrü qanda keçmişi 1-dir, oksigində 8-dir, əksərlərinin sıra nömrəsi A-nin yarısına bərabərdir. Bunlar həmçinin elektrondur da. Təbii ki, elektron sağda yazılır. Atom olanda solu və sağı eyni idi. Yəni hidrogenda neçə elektron var? Bir dənə elektron var. Birində bir dənə elektron var ha. 1 vur 2, 2 elektron. Üstəgəl oksigenin bir dənəsində 8 elektron var. Yəni su molekulunda cəmi neçə elektron var? Cəmi 10 elektron var. Rabitə əmələ gətirən elektronlar neçə faizdir? İndi mən rabitə əmələ gətirən deyirəmsə, rabitələri yazmalıyam. Oksigen bir dənədir və 2 valentlidir. Suda deməli belə çıxırmı ki, 2 rabitə varsa, bu rabitələrin yaranmasında 4 elektron iştirak edir. Cəmi 10 elektron var. Amma 4-ü rabitə əmələ gətirir. Neçə faiz rabitə əmələ gətirir? 40% rabitə əmələ gətirir. Rabitə əmələ gətirəni ümumiyə bölüb 100-ə vurduq. Rabitə əmələ gətirməyən neçə faizi? Təbii ki, 10-undan 4-ə əmələ gətirsə, 6-sı əmələ gətirmir də. 10-undan 6-sı da 60% rabitə əmələ gətirmir. Amoniaka baxaq. Məsələn, amoniakdır. Rabitə əmələ gətirən elektronlar neçə faizdir? Deyirəm, ümumi görüm neçə elektron var? Azotun ayrı 7-dir, 14-dür, sıra nömrə 7-dir. Bunda 7 elektron var. Üstəgəl hidrogen sıra nömrəsi 1-dir, 1 vur 3, 3. 10 dənə ümumi elektron var. Rabitələrinə baxaq. Azot bir dənədir və buradan görürəm ki, 3 valentlidir. 3 dənə də hidrogenim var və hər hidrogen 1 valentli. Doğrudan düz çəkdik də. Deməli, azot molekulu amoniakda 3 rabitə varsa, belə çıxır ki, bu rabitələrin yaranmasında 6 elektron iştirak edir. Yəni, rabitə əmələ gətirən elektronlar neçə faizdir? 60%. Rabitə əmələ gətirməyən elektronlar isə 40%-ə bərabərdir. Atomlar arasında pi və sigma rabitəsi olur. Və pi və sigma rabitəsi ancaq kovalent rabitənin tipidir. Gəlin belə yazaq da. Kovalent rabitənin 2 tipi var. Biri var polyar və qeyri-polyarı dedik, o heç. Bir də var pi və sigma rabitəsindən. Həm polyar, qeyri-polyar pi və sigma rabitəsindən ibarət olur. Sigma rabitəsi nədir? Orbitalları bir-birini mərkəzdən örtməsi hesabına yaranan rabitəyə sigma rabitəsi deyilir. Orbitalları bir-birini yandan örtməsi hesabına yaranan rabitə pi rabitəsi deyilir. Yenə deyirəm, orbitallar bir-birini mərkəzdən örtəndə sigma, yandan örtəndə pi rabitəsi yaranır. Bəs hansı orbitallar bir-birini mərkəzdən örtəndə sigma, hansı orbitallar bir-birini yandan örtəndə pi rabitəsi yaranır? Sigma rabitəsinin yaranmasına baxaq. Əgər bu S-dir də, dövrü qanda keçmişik, hidrogendir. Əgər S və P orbitalı bir-biri ilə örtülərsə, yəni S varsa o söhbətdə hökmən sigma rabitəsi yaranır. S və P ola bilər ki, S və hibridləşmiş P. Hibridləşmə nədir? Bunu gələn dəfə keçəcəyik, amma hələ ki sadəcə bilək. Hibridləşmə, yəni bir tərəfi balaca, bir tərəfi böyük yazırıq da bu şəkildə. Yəni eybəcər P deyək. Ola bilər S və S yazaq. Yəni S orbitalı nə ilə birləşirsə, hökmən sigma rabitəsi yaradır. S və P-nin örtülməsindən, S və hibridləşmiş P, bu hibridləşməmişdir, bu hibridləşmiş P-nin örtülməsindən S və S orbitalların bir-birini örtməsi hesabına sigma rabitəsi yaranır. Amma pi rabitəsi
Bir də burada nə var? Əgər p orbitalları bir-birini mərkəzdən örtərsə, bayaq dedik sigma rabitəsi nədir? Orbitalların bir-birini mərkəzdən örtməsi hesabına yaranan rabitədir. İstəyir hibridləşmiş form olsun, bu hibridləşməmiş form olsun. İstəyir biri hibridləşməmiş form olsun. İstəyir ikisi də hibridləşmiş form olsun. Fərqi yoxdur. Əgər p orbitalları bir-birini mərkəzdən örtərsə, bu yalnız sigma rabitəsidir. P rabitəsi yalnız bir halda yaranır. Hibridləşməmiş p orbitallarının bir-birini yandan örtməsi hesabına pi rabitəsi yaranır. Demək ki, pi orbitallar bir-birini mərkəzdən örtəndə sigma, yandan örtəndə pi rabitəsi yaranır. Pi rabitəsi yalnız bircə halda mövcuddur. Hibridləşməmiş p orbitallarının dövrü qanunundan bilirdik ki, bu p orbitaldır. Hibridləşməmiş p orbitallarının bir-birini yandan örtməsi hesabına yaranan rabitəyə pi rabitəsi deyilir. Amma s orbitalı nə ilə birləşərsə hökmən sigma rabitəsi yaranır. S-lə p, S-lə hibridləşmiş p, S-lə S. Amma p orbitalları istir hibridləşmiş, istir hibridləşməmiş, mərkəzdən örtərsə sigma rabitəsi yaranır. Amma yandan örtərsə pi rabitəsi yaranır. Atomlar arasında bir qat rabitə olarsa o yalnız sigma rabitəsidir. Atomlar arasında iki qat rabitə olarsa biri pi'dir, biri sigma rabitəsidir. Atomlar arasında üç qat rabitə olarsa, onda bu zaman bunların ikisi sigmadır, biri isə pi rabitəsidir. Cümləyə bir də baxın, bir qat olarsa yalnız sigmadır, iki qat olarsa biri sigma, biri pi'dir, üç qat olarsa ikisi sigma, biri isə pi rabitəsinə aid edilir. Sigma rabitəsi çox davamlıdır, qırılmır. Düzdür, bəzi reaksiyalar zamanı qırılır ki, biz onlardan keçmirik. Sadəcə deyək ki, sigma rabitəsi daha çox enerjilidir ki, sigmanın enerjisi pi'dən daha çoxdur, ona görə də qırılmır reaksiyalar zamanı. Amma pi rabitəsi çox davamsızdır, həmin dəqiqə qırılır. Bunu xüsusən üzvü kimyaya keçəndə daha yaxşı başa düşəcəyik ki, alkenlərin üstünə nə isə gələndə avtomatik pi qırılırdı. Yəni pi rabitəsi davamsızdır, enerjisi azdır, tez qırılma xüsusiyyətinə malikdir. İndi uşaqları bəzən bir də sizə bir şey deyim. Məsələn deyək ki, uşaqları çaşdıran nə olur? Birinci bunlardan danışaq. Başqa şeydən deyil, sonra keçək ona. Məsələn bizə verir ki, kalsium karbiddə səliqəli yazın, başa düşəsiz. Məsələn bizə verilir ki, kalsium karbiddə, kalsium xloriddə, feryum S-də, feryum S2-də, çox yazmaq olar, H2O-da, H2O2-də. Kimyəvi rabitənin hansı tipi var? Kimyəvi rabitələrin tipləri. Mən də avtomatik baxan kimi deyirəm ki, metal və qeyri-metal varsa, metal və qeyri-metal, bu da metal və qeyri-metal, bu da metal və qeyri-metal. Yəni metallı birləşmə və NH4-lü birləşmələrdə hökmən ion rabitəsi var. Bunlarda hökmən ion var. Bəs başqa nə var? Təbii ki, bunlarda ion yoxdur. Bilirsiniz niyə? Axı metal yoxdur burada. Müxtəlif qeyri-metal atomları varsa, demək ki, burada polyar kovalent rabitə var. Bəs başqa nə var? Onlara baxaq. Bunlarda hamısında ion var. Metal və qeyri-metal olduğunu bilərək də. Keçək başqa bir şeyə. Deyirəm ki, quruluş formulunu yazaq. Kalsiumun bütün birləşmələrdə ikivalentli olduğunu bilirik. İlk anlayışlar dərsindən. Kalsium ikivalentlidir və bir dənə kalsium var. Bir dənə kalsium ikivalentlidir. 2 dənə xətt çıxır bu kalsiumdan. Çıxartdım. 2 dənə karbon var. Karbonun birini bura birləşdirim. Karbonun birini bura birləşdirim. Və karbon əzbər bilməlisiniz ki, karbon bütün birləşmələrdə 4 valentlidir. Bütün. Bircə dənə CO-da karbon 3 valentlidir. Yerdə qalan bütün birləşmələrdə karbon 4 valentlidir. Demək ki, kalsium bir dənədir. 2 valentlidir. 2 xətt çıxdı. Karbon 2 dənədir. 2 dənə yazdıq və bu karbondan 4 xətt çıxmalıdır axı. Bütün birləşmələrdə 4 valentlidir. Bir xəttim, bir rabitəm çıxıb, 3-ü qalıb da. Bu birincisi 2, 3, 4. Baxın bu karbonda 1, 2, 3, 4. Yəni desək ki, burada kimyəvi rabitənin hansı tipi var? Metal və qeyri-metal arasında yaranan rabitə ion rabitəsini bilirik. Bu da metal və qeyri-metal atomu arasında ion rabitəsidir. Amma eyni qeyri-metal atomları arasında yaranan rabitə isə 3 dənə rabitə varmı? Bu üçü də qeyri-polyar kovalent rabitədir. Burada 3 dənə qeyri-polyar kovalent rabitəsi var, 2 dənə də ion rabitəsi var. Bu birləşmədə rabitə əmələ gətirən elektronlar neçə dənədir?
Rabitə əgər burada cəmi 3, 4, 5, 5 dənə rabitə varsa, 5 rabitəni də təbii ki 10 elektron əmələ gətirir. Axı bir rabitənin yaranmasında 2 elektron iştirak eləyir. Bir də əsas məsələ uşaqları çaşdıran nədir? Bu birləşmədə neçə siqma, neçə pi rabitəsi var. Uşaq da düşünür ki, bayaq dediyi bir qat rabitə yalnız siqmadır. 2 qatın biri siqmadır, biri pidir. 3 qatın ikisi siqmadır, biri isə pi rabitəsidir. Uşaq da düşünür ki, yəqin deyir bu siqmadır, 1 siqma, 2 siqma, 3 qatdan da ki, mən bu nə yazmış uşaqlar? Burada 2 siqmadır, 2 siqma. Hə bu pi, üst xəttimi oxuya bilmədim. Uşaq da düşünür ki, siqma rabitəsi 1 qatdır. Yəqin bu 1 qat siqmadır, bu 1 qat siqmadır. 3 qatdan da ki, axı dedi ikisi pidir, biri siqmadır. Biri siqmadır. Düşünür ki, 3 dənə siqmam var, 2 dənə pim var, amma səhv düşünür. Niyə görə? Siqma və pi rabitələri yalnız kovalent rabitənin tipləridir. Yəni kovalentdə ya polyarı var, ya qeyri-polyar. Yəni siqma və pi rabitələri ya eyni qeyri-metal atomlar arasında yarana bilər, qeyri-polyar kovalent rabitə də ola bilər. Ya müxtəlif qeyri-metal atomlar arasında yarana bilər. Bir qeyri-metal da belə yazaq. Yəni demək istəyirəm ki, burada neçə siqma var? Bu siqma deyil ha. İyon rabitəsi siqma ola bilməz. Burada 2 dənə iyon rabitəsi var. Təbii ki, 3 dənə qeyri-polyar var. İndi neçə siqma istəyirəm? Siqma yalnız qeyri-polyar və polyar rabitələr arasında ola bilər. Bunlar arasında deyirəm ki, bunlar ikisi siqmadır. 2 dənə siqmam var və bir dənə də pim var. Götürüb deməyin bu da bir qatda siqma eləyim. Siqma və pi rabitələri yalnız kovalent rabitənin tiplərinə aiddir. Kovalent rabitə də yəni qeyri-polyar atomlar, qeyri-polyar kovalent rabitə yaranan atomlar və yaxud polyar kovalent rabitə yaradan atomlar arasında ola bilər. İndi gələk buna. Baxın, siz burada düşünürsünüz ki, metal və qeyri-metal var. Bəli, iyon rabitəsini gördüm. 2 dənə eyni qeyri-metal var. Təbii ki, 2 karbonla karbon arasında 2 dənə qeyri-metal atom arasında qeyri-polyar kovalent rabitə yaranır. Deyirsən ki, iyon və qeyri-polyar var. İndi bəzən uşaq buna da baxır, deyir, görünüşü eynidir də. Deyir, metal və qeyri-metal atom arasında rabitə iyondur. Bəli, əlbəttə ki, iyondur. Və düşünür ki, burada karbonla karbon arasında qeyri-polyar varsa, burada da xlorla xlor arasında qeyri-polyar var. Amma elə deyil. Elə deyil. Səbəb nədir? Mən bunun quruluşunu yazım görüm. Deyirəm, kalsium bir dənədir və ekvivalentlidir. Ya belə yazaq, ya belə yazaq. Kalsium ekvivalentlidir. 2 dənə xlor var. Xlorlar da buradan görürəm də 1 valentlidir. 2 dənə xlor var. Xlorlar da 1 valentlidir. İndi baxın. Metal və qeyri-metal atom arasında yaranan rabitə iyon rabitəsi. Bu da metal və qeyri-metal arasında da iyon rabitəsidir. Burada fikir verin, xlor və xlor arasında rabitə yoxdur. Niyə yoxdur? Çünki xlor 1 valentlidir. Elə bu 1 valentləndə kalsiuma birləşdi. Vəsə qurtardı. Yəni xlor digər xlora birləşə bilməz. Amma burada karbon 4 valentlidir. 1 valentlə kalsiuma birləşəndə 3 valentlə digər karbona birləşdi deyə qeyri-polyar oldu. Burada 2 rabitə var və bu rabitələrin yaranmasında 4 elektron iştirak edir. 2 rabitə var, ikisi də iyondur. Siqma yoxdur. Yəni bir qat rabitə deyə mən siqma götürmürəm. Siqma yalnız kovalent rabitənin tipləridir. Bir misə baxaq. İndi isə fermisə baxaq. Metal və qeyri-metal varsa, hökmən iyon rabitəsi var. Deyirəm, dəmirdə ekvivalentlidir. Bunun zaretkası. Dəmirdə ekvivalentlidir. Bir dənə dəmir var. Kükürt də burada ekvivalentlidir. Kükürt də ekvivalentlidirsə, təbii ki, belə yazılacaq. Dəmirdə ekvivalentli.